Salam uşaqlar. Deməli, bu günlərim trigonometrik funksiyaların ikinci bölməsi olan əsas trigonometrik eyniliklər mövzusuna baxacağıq. Əlbəttə ki, əsas trigonometrik eynilikləri yəqin ki, əzbər bilirik. İndi həmin suallara baxacağıq. Onunla bağlı suallara baxacağıq. Baxırıq, görək nə var. Əlbəttə ki, siz müxtəsər vurma düsturlarını, əgər trigonometriyaya başlayırsınızsa, müxtəsər vurma düsturlarını yaxşı bilməlisiniz. Buna baxanda görürük ki, bu müxtəsər vurma düsturudur. 1 çıxılsın kosinus alfa, kosinus alfa çıxılsın 1. Uşaqlar, bu hissədə yox, bu hissədə istəsəz dəyişiklik edə bilərsiniz. Yəni, bunun əvəzinə kosinus alfa üstə gəlsin 1 yaza bilərsiniz. Çünki toplananların yerini dəyişəndə bilirsiniz ki, cəm dəyişmir. Düzdür. Azalanla çıxılanın yerini dəyişəndə işarə dəyişikliyi olur. Amma toplanan yerini dəyişəndə cəm dəyişmədiyinə görə bu formada yaza bilərsiniz. Yəni, bununla yox, bununla işləyəcəyik. Buna da baxanda görürük ki, müxtəsər vurma düsturlarından A üstə gəlsin 1, elə bir ki, A çıxılsın 1-i görürük də, düzdür. Bu da A kvadratda çıxılsın 1-in kvadratı, o da yazılmır, A kvadratda çıx 1 deməkdir. Yəni, bura onu tətbiq eləsək, A-nın əvəzinə dayanan kosinus alfadır. Yazacağım, kosinusun kvadratı alfa çıxılsın, 1-in kvadratı, yəni 1. Üstə gəlinsin, əlbəttə ki, eyni şey burada da keçərlidir. Burada dəyişiklik eləmirəm, burada dəyişiklik eləyirəm. Niyə dəyişiklik eləyirəm? Mənə birinci sinusun gəlməyi lazımdır. Bu da olacaq sinus alfa üstə gəlinsin 1. Bu da yenə həmin müxtəsər vurma düsturudur. Olacaq sinusun kvadratı alfa çıxılsın 1. Bundan sonra uşaqlar, kosinusun kvadratı alfa ilə sinusun kvadratı alfa ikisi bir yerdə məşhur eynilik, kraliçanı verir də bizə. Nə idi onun cavabı? 1 idi da, bunların ikisinin birlikdə cəmi 1-ə bərabərdir. Bunların ikisinin əvəzinə 1 yazıram. Çıx 1-mi yazıram, bir də çıx bu 1-mi yazıram. Bunlar da getdiyinə görə cavabımız nəyə bərabər olacaq? Cavabımız bərabər oldu mənfi 1-ə. Birinci sual belə. Gəldi ikinci suala. İkinci sual nədir? Deməli, sizin qayda dəftəriniz var. Qayda dəftərinizə mütləq mənim dediyim qeydləri qeyd eləyəcəksiniz. Əgər bir misalı həll eləyirsinizsə, sadələşdirirsinizsə, o misalın içərisində sinus, kosinus var və onların içərisində tangens də varsa, onda tangensi eyniliklə açmaq lazımdır. Deyərsən ki, ay müəllim, eyniliklə açmaq nə deməkdir ki? Eyniliklə açmaq nə deməkdir? Eynilikdə tangensin mənası nədir? Tangens sinus böl kosinus demək deyil. Sinus böl kosinus demək də düzdür. Bax, o formada açacaqsın. Sadəcə burada kvadrat olduğuna görə sinusun da kvadratı yazılmalıdır, kosinusun da kvadratı yazılmalıdır. Bundan sonra kosinusun kvadratları ixtisar getdi. Əlimizdə qaldı 1 çıxılsın. Sinusun kvadratı alfa üstə gəlinsin sinusun kvadratı alfa. 1 mənfi 1 müsbət gedəndən sonra demək ki, bu misalın da cavabı nəyə bərabər oldu? Bunun da cavabı oldu 1. Bu da belə. Gəldik üçüncü suala. Üçüncü sualda sinus alfanın 1 olduğunu verir. Deyir, kosinus alfa ilə kotangens alfanın qiymətini tapmaq lazımdır. Əgər bu 1 yox, başqa bir 3də 1 bilmədiyimiz ədəd olsaydı, onda başqa bir yoldan istifadə etməyə fikirləşərdim. Sinus alfa bərabərdir 1. Trigonometrik cədvəldə var. Trigonometrik cədvələ əsasən bilirəm ki, alfanın dərəcəsi 90 dərəcədir. 90 dərəcə olduğuna görə gətirib burada da yerinə yazanda kosinus 90 dərəcə. Üstə gəlinsin kotangens 90 dərəcə. Bilirsiniz ki, kosinus 90 dərəcədə 0 qiymətini alır. Elə kotangens 90 dərəcədə 0 qiymətini alır. Ona görə də cavabımız nə olacaq? Cavabımız olacaq 1. Gəldim dördüncü suala. Dördüncü sualda nə edə bilərəm? Dördüncü sualda baxırıq. Sinusun kvadrat alfa ilə kosinusun kvadrat alfanın cəm olsaydı cavab 1 idi. Amma görürəm ki, yox, cəm deyil, fərqdir. Ona görə irəlidə başqa bir düstur deyəcəyik, amma hal-hazırda ondan istifadə eləmirik. Görəsən, bura nə tətbiq eləyə bilərik? Axı, siz məşhur eynilikdə, kraliça deyirik də ona, düzdürmü? Məşhur eynilikdə bunun cavabının 1 olduğunu bilirik. Əgər bunun cavabının 1 olduğunu bilirəmsə, bundan, bu əsas düsturumuz budur. Bundan çıxarışlarımız da var idi, düzdür? Nə idi çıxarılışımız? Məsələn, 1 çıxılsın, kosinusun kvadratı alfa qarşınıza çıxsa, bax, kosinus kvadratı alfanı sanki birin yanına keçirmişəm. 1 çıxılsın, kosinusun kvadratı alfa çıxsa qarşına, əvəzinə nə yazacaqsan? Əvəzinə sinusun kvadratı alfa yazacaqsan. Bəs yaxşı, 1 çıxılsın, sinusun kvadratı alfanı görsən nə yazacaqsan? Tərsinə, əvəzinə kosinusun kvadratı alfanı yaza bilərsiniz. İndi burada da fikir verin. Bax, 1-in burada, üstə gəlməklə yox, çıxmayla. 1-in burada, bu da kosinusun kvadratı alfanı çıxmışam. Deməli, bunların ikisinin əvəzinə sən nə yazacaqsan? Yazacaqsan sinusun kvadratı alfa. Bir deyəsi də burada. Üstə gəlinsin sinusun kvadratı alfa. Aşağıda da 4 dənə sinusun kvadratı alfa səni gözləyir. Yuxarıda oldu 2 dənə sinusun kvadratı alfa.
Aşağıda da 4 dənə sinusun kvadrat alfa. Sinusun kvadrat alfaları ixtisar getdi. 4 ilə 2 də ixtisar getdi. Cavabımız nəyə bərabər oldu? Cavabımız oldu 2-də 1. Aydındır. Bu da 4-cü sual. 4-cü sualdan sonra gəldim 5-ci suala. 5-ci sualda həmin sualın analogudur. Niyə? Burada da fikir ver, 1 çıx sinus kvadratı var. 1 çıx sinus kvadratına əvəzində nə yazacaqsan? Koşinusun kvadrat alfa. Üstə gəlinsin koşinusun kvadrat alfa. Bölünsün koşinusun kvadrat alfa. O da bərabərdir. Yuxarıda oldu 2 dənə koşinusun kvadrat alfa. Aşağıda koşinusun kvadrat alfa. İxtisar getdi. Cavabımız nə oldu? Cavabımız oldu 2. 6-cı sual. Qeydin birini demişəm ha. Qeydin biri nə oldu? Qeydin biri o oldu ki, əgər ifadə sadələşdiririksə, orada sinus, kosinus və tangens varsa, tangensi orada açacaqsan. Qeydin biri bu. İkinci qeydimiz. İkinci qeydimiz nədir? Uşaqlar, sinusla kosinusun cəmini fərqini, tangenslə də kotangensini cəmini fərqini görsən, eləyəcəyin işlərdən birincisi kvadratda qaldırmaqdır. Demirəm, həmişə kvadratda qaldıracaqsınız. Amma çox vaxtı 80% biz onu kvadratda qaldıracağıq. İndi deyərsən ki, ay müəllim, necə kvadratda qaldıracağıq? Yəni, tənliyin sağını da kvadratda qaldıracağıq, solunu da kvadratda qaldıracağıq. Tənliyin sağını kvadratda qaldıranda əlbəttə müxtəsər vurma düsturu ilə. Birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı, üstə gəlinsin birinci ilə ikincinin hasilinin 2 misli. Birinci ilə ikincinin hasilinin 2 misli. Kök 2-nin də kvadratı nəyə bərabərdir? 2-yə bərabərdir. Bu nədir? Məşhur eynilik, kraliçamız. Cavabı nədir? 1. 1 üstə gəlinsin 2 dənə sinus alfa, kosinus alfa bərabərdir 2. Deməli, 2 dənə sinus alfa, kosinus alfa bərabərdir. 2-dən bu biri çıxacam. 1. Və məndən də uşaqlar hasil istəyir. Sinusla kosinusun hasilini istəyir. Ona görə də 1-i də 2-yə böləcəm. Buyurun, bu da sizin cavabınız. Elə bizdən sinusla kosinusun hasilini istəyirdi. Qeyd 2-miz. Qeyd 2 yəqin ki, yadınızda oldu. Gəldim 7-ci suala. Görək 7-ci sualda nədir? 7-ci sualda mənfi sinusun kvadrat alfa, üstə gəl tangens alfa, vurulsun kotangens alfa, çıxılsın kosinusun kvadrat alfa. Suala da bir dənə baxın, birdən neysə səhv yazaram. Yox, olduğu kimi. Nə görürəm, nə görürəm? Uşaqlar, burada tangens alfa ilə kotangens alfanın hasilini görürəm. Hasilini görəndə, nə olsun hasilini görürəm? Axı, sən bilirsən ki, bu da 6 dənə eyniliyimizdən biridir. Tangensdən kotangensin hasilinin cavabı nədir? 1-dir. Uşaqlar, bunları bir-birinin yanına gətirirəm. Biri arxaya keçirdirəm, yəqin ki, problem olmaz. Ay müəllim, bu mənə nə düstur verir? Hələlik düstur vermir. Hər ikisinin qarşısında mənfi var. Hər ikisinin qarşısından mənfini çıxartsam mötərizənin xaricinə, artıq yəqin gördün sənə nə verir. Nə verir? Eynilik. 1-dir cavabı. Oldu mənfi 1 üstə gəlsin 1. Onun da cavabı nəyə bərabərdir? 0-a bərabərdir. Gəldim 8-ci suala. 8-ci sual. Qeyd 2-miz. Dedim ki, cəm fərq görsən qaldır kvadrata. Bu ifadə var ha. Tənliyin sağını da, tənliyin solunu da, sağını da kvadratda qaldırırım. Qaldırıram. Birincinin kvadratı. Mənim şagirdlərim bilir ki, mən kvadratları əvvəlcə yazıram, sonra hasilin 2 mislini sonra yazıram. Birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı, sonra hasilin 2 misli. 2 misli yazıram və sinusla kosinusun da hasilini yazdıq. 2-də 1-in də kvadratı nəyə bərabərdir? 4-də 1. Nə görürəm yenə? Eynilik. 1 çıxılsın 2 dənə sinus alfa, kosinus alfa bərabərdir 4-də 1. Uşaqlar, çıxılanı tapacam. Çıxılanı tapanda 1-dən nə çıxım 4-də 1 eləsin və yaxud da ki, çıxılanın qaydasından tətbiq edəcəm. 1-dən 4-də 1 çıxdım. 4-də 3. Aldıq ki, sinus alfa ilə kosinus alfanın qiyməti 4-də 3-ü 2-yə bölməliyəm. Yəni, cavabımız neçə elədi? Cavabımız elədi 8-də 3. Aydındır? Bu da 8-ci sual. Aydın olmayanda videonu geri qaytarırsınız, təzdən baxırsınız. Gəldik 9-cu suala. 9-cu sualımız nədir görək? 9-da belə bir sual verib. Neyniyərəm? Ya istəyərsənsə, vurmanın paylanma qanunundan istifadə edib tangensin kvadrat alfanı içəriyə vurarsan, yəni həm bu ifadəyə vurarsan, həm bu ifadəyə vurarsan. Belə bir variant da var. Və yaxud da mötərizənin için biraz sadələşdirib ondan sonra yolumuza davam eləyərik. Gəlin ikinci dediyimi eləyək. Ortaq məxrəc eləyirəm. Sinusun kvadrat alfa. Bunu heç nəyə vurmuram. Bunu əlbəttə ki, sinusun kvadrat alfaya vuracam.
vurulsun. Tangensin kvadratı alfanı da yerində saxlayaq istəyirsiniz. Tamam, saxladım. Bərabərdir. Uşaqlar, bayaq dedim axı, 1 çıxılsın sinusun kvadratı alfa bizə nə verir? Koşinusun kvadratı alfanı verir. Sinusun, koşinusun olan yerində qeyd 2-miz idi, yoxsa qeyd 1 idi? Qeyd 1-də. Nə dedik? Dedik tangens açılmalıdır. Necə açılacaq? Əlbəttə tangens sinus böl kosinus deməkdir. Kvadratları vardı deyə kvadratlarını da yazdım. Sinuslar ixtisar, kosinuslar ixtisar və bunun da cavabı nəyə bərabər oldu? Cavabımız 1 oldu. 9-da belə getdi. 10 əlbəttə ki eynisindəndir. Hə, indi onu gəlin ikinci variantdan yazım. Bayaq nə demək istəyirdi? Vurmanın paylama qanunu. Deyirdim ki, bu kotangens kvadratı alfanı həm birinci ifadəyə vururam, həm də ikinci ifadəyə vururam. Bərabərdir. 1 bölünsün kosinusun kvadrat alfa yerində qalır. Əlbəttə ki, kotangensi açacağım. Necə açıram kotangensi? Kosinus alfa bölünsün sinus alfa kimi açıram. Sadəcə kvadratlar var deyə kvadratların yazıram. Biri də vuranda içində kotangensin kvadrat olaraq qalacaq. Bərabərdir. İxtisar getdi mi? Getdi. Bərabərdir. 1 bölünsün sinusun kvadrat alfa. Kotangens kvadratının yerinə kosinusun kvadrat alfa bölünsün sinusun kvadrat alfa yazıram. Yeni açdım. Qeyd birimizə görə. Ortaq məxrəc elədim. Eynidir zaten ortaq məxrəc. Məxrəcləri eyniləşdirdim. Sürət yazdım. Bir çıx kosinusun kvadrat alfa alındı. Əlbəttə ki, sinusun kvadrat alfa bölünsün sinusun kvadrat alfa. Onlar da ixtisar eləyəndən sonra cavabımız neçə oldu? 1 oldu. 9-cu sualı yazdığım variant daha rahatdır. Oyla getsək daha qəşəng olardı deyə düşünürəm. Gəlin bu 10-cu sualı bir də əvvəlki qaydamızdan yazım. Deməli, əvvəlki qaydamız nə idi? Birinci, ortaq məxrəc eləyirik. Ortaq məxrəc elədim kosinusun kvadrat alfa. Burada oldu 1 çıxılsın. Bunu tamamlayıcısı kosinusun kvadrat alfadır. Kotangensi uşaqlar. Sinus, kosinus olan yerdə kotangens açılmalıdır. Necə açılır? Kotangens nədir? Kosinusun sinusa nisbəti demək deyil. Kvadratlar da var deyə üstünə kvadratlarımı yazdım. Bərabərdir. Uşaqlar, 1 çıxılsın kosinusun kvadratı alfanın qiyməti nədir? Sinusun kvadratı alfadır. Qeyd elədik. Ondan sonra ixtisarlarımız getdi və cavab da nəyə bərabərdir? Cavabımız da 1. Bayaq da 1 almışdıq da məncə. Bəli, bayaq da cavab 1 almışdıq. İndi də 1-i aldıq. İndi qərar sizindir. Hansı yolu istəyirsinizsə eləyə bilərsiniz. Mənim üçün fərqi yoxdur. Gəldim 11-ci suala. 11-ci sualın qeydi əslində trigonometriyanın qeydi deyil, tənliyin qeydidir. Həmişə deyirik ki, kökün altında ifadəli bir tənlik görsən, eləyəcəyin iş nədir? Əlbəttə, burada da yenə kvadratda qaldırmaqdır. Yenə qaldırırıq tənliyin solunu və sağını kvadrata. Kvadratda qaldıranda kvadratdan kök altı getdi. 5 çıxılsın kosinusun kvadrat alfa bərabərdir 4-ə. Kosinusun kvadrat alfa bərabərdir 1. Aha. Kosinusun kvadrat alfanın cavabı 1 oldu. Bəs yaxşı görürsən sinus alfanın qiyməti nəyə bərabərdir? Uşaqlar, istəsəz bir bilinən bir ədəddir də. Yəni siz kosinusun 1 olduğu qiyməti bilirsiniz. Argumenti taparsınız, dərəcəni taparsınız, alfanı taparsınız, qoyarsınız yerinə və yaxud da istəsəz belə bir şey eləyə bilərsiniz. Axı siz bilirsiniz ki, sinusun kvadratı alfa 1 çıxılsın kosinusun kvadratı alfadır. Eyniliyimizlə. Bax, bunu əzbər bilməlisiniz. Kosinusun kvadratının alfanın qiyməti necədir? 1. 1-dən 1 çıxanda 0. Əgər kvadratın cavabı 0-dırsa, deməli özü də nəyə bərabərdir? Özü də 0-a bərabərdir. Gəldim 12-ci suala. 12-ci sualda da yenə eyni şey eləyirəm. Nə edirəm? Tənliyin solunu və sağını kvadratda qaldırırım. Kvadratdan kök getdi. 3 dənə sinusun, 3 üstə gəlsin sinusun kvadrat alfa bərabərdir 4-ə. Sinusun kvadrat alfa bərabərdir 1. Mən ümumiyyətlə istəyirəm ki, mən nə istəyirəm? Mən ümumiyyətlə istəyirəm ki, biləsiniz ki, əgər sinusun kvadrat alfa 1-dirsə, heç fikirləşməyin, kosinus alfanın qiyməti neçədir? 0. Və yaxud da keçirsiniz belə yazın. Kosinusun kvadrat alfanın qiyməti 0-dır. Və yaxud da tərsinə. Əgər kosinusun kvadrat alfanın qiyməti 1-dirsə, gözü yumma bilməlisiniz ki, sinusun kvadrat alfanın qiyməti neçədir? 0. Axı siz bilirsiniz ki, bunlar ikisi bir yerdə cavabı 1 olmalıdır. 1-in hamısı bundadırsa, buna nə qalacaq? Heç nə qalmayacaq. Burada da həmin şey kosinus alfanın cavabı oldu nə? 0 oldu. Bu da belə. 12-ci sualda getdi. 12-ci sualdan sonra gəldim 13-cü suala. 13-cü sualda bayaq yazdıqlarımızın demək olar ki, eynisidir. Nə edəcəksiniz?
Eşidirəm ki, deyirsiniz ki, ortaq məxrəc eləyək, ay müəllim. Ortaq məxrəc eləyirəm. Kosinüsün kvadratı alfa. Görsənmirmiş. 1 çıxılsın, bunun tamamlayıcısı kosinüsün kvadratı alfa. 1 bölünsün, tangensin kvadratı alfa bərabərdir. Uşaqlar, 1 çıxılsın, kosinüsün kvadratı alfa nədir? Sinusun kvadratı alfadır. 1 bölünsün, tangensin kvadratı alfa. Sinusun kosinusa bölməyinin nə olduğunu bilirəm ki, bilirsiniz. Tangensdir, düzdür? Tangens. Ay müəllim, üstündə kvadratı var, narahat olmayın. Tangensin də üzərində kvadrat yazacağım. Bunlar da keçəcək ixtisar. Son cavabımız nədir? Son cavabımız oldu 1. Gördünüzmü? 13 də belə getdi. 14 eynisindən ortaq məxrəc sinusun kvadratı alfa 1 çıxılsın. Tamamlayıcımız sinusun kvadratı alfa 1 bölünsün kotangensin kvadratı alfa. O da bərabərdir. 1-dən sinusun kvadratını çıxanda nə verir mənə? Kosinusun kvadratını verir. Düzdür? Aha. Kosinusu sinusa böləndə nə verir? Kotangens. Kvadratını da yazıram, narahat olmayın. Ondan sonra bunlar da qəşəng ixtisar. Son cavab 1. Bu da belə getdi. Ondan sonra gəldik 15-ci suala. Bu çox sadə sualdır. Deyir ki, A-nı B-yə vur. Əgər tənliyin solunu vururamsa, deməli sağını da vurmalıyam da, düzdür? Sağını da vururam. Sağı vurandan sonra əmsalları vururam 12. Tangensdən kotangensi heç vurmağa ehtiyac yoxdur, çünki hasili 1 eləyir. Cavab hazırdır 12. Burada tənliyin solunu vuranda 3-ü 5-ə vurdum 15. Tangens alfanı kotangens alfaya vurmağa ehtiyacımız yoxdur. Çünki eyniliyə görə bilirik ki, hasili 1'dir. Çünki tangenslə kotangens bir-birinin tərsidir. Cavab 15. Bunlar da getdi. Gəldik 17-ci suala. Sinus, kotangens, kosinus. Gate 1. Neydi gate 1? Deyirdik ki, ay müəllim, kotangensdir, tangensdir, açılmalıdır eyniliklə. Kotangensin əvəzinə yazacağım kosinus alfa bölünsün sinus alfa. Üstə gəlinsin kosinus alfa. 17-ci sualda bəlkə də nəyəsə səhv yazmışam. Bir dənə baxım, görüm nəyəsə səhv yazmamışam ki. Yox, səhv yazmamışammış. Aha, ondan sonra sinus alfaları ixtisar getdi. Qaldı kosinus alfa, üstə gəlsin kosinus alfa. Heç nə, bunda cavab olduğunda 2 dənə kosinus alfa. Belə də cavab var imiş. Sadəcə gördüm ixtisar falan getmir, dedim bəlkə nəyəsə səhv yazmışam. 2 kosinus alfa cavab hazırdır. Gəldik 18-ci suala. Aha, 18-ci sual nədir görək? Kotangens verib sinuslu kosinuslu bir ifadə istəyir. Əlbəttə, yenə də qeyd 1-i unutmuruq. Yenə də yazıram kosinus alfa bölünsün sinus alfa. O da bərabərdir -4. Yəni, ay uşaqlar, kosinus alfanı harda görsək, tənasübdə də çarpaz vuranda. Harda kosinus alfa görsə, yerinə nə yazacağım? Yerinə mənfi sinus alfa yazacağım. Mənfi də 4 dənə sinus alfa yazacağım. Yaza bilərəm də, hə? Əlbəttə yazaram. Sinus alfa ilə işim yoxdur, olduğu kimi qalır. 2 ilə də işim yoxdur. Deməli, dedim ki, harda kosinus görsəm, götürəcəm yerinə -4 dənə sinus alfa yazacağım. Sinus alfa yerindədir. Çıx 2 yerindədir. Kosinus alfanı harda görsəm yerinə -4 dənə sinus alfa yazacağımı demişdim. Bərabərdir. Sinus alfa yerində. 2-ni -4'ə vuranda -8 sinus alfa. Burada da sinus alfa. -2-ni -4'ə vuranda üstə gəlinsin 8 sinus alfa. Uşaqlar, nə oldu? Bir dənə sinus alfa, 8 dənə sinus alfa. Bilirsiniz də ancaq əmsallar toplanır. 9 dənə sinus alfa məxrəcdə. Bir dənə sinus alfadan 8 dənə sinus alfanın çıxanda da burada 7 dənə sinus alfa qaldı. Sinus alfalarımız ixtisar getdi. Cavabımız oldu -9'da 7. Uşaqlar, hesabda falan səhvim ola bilər. Yəni onu siz özünüz düzəldərsiniz də. Yaxşı, onu məndə səhv tutmayın. Yoxsa sizdən inciyərəm. Gəldim 19-cu suala. 19-cu sualda 18'in eynisi. Tangensdir mi? Tangens nə deməkdir? Tangens sinusun kosinusa nisbəti deməkdir. Və onun da qiyməti nəyə bərabərdir? -5. Sinus alfa bərabərdir -5 kosinus alfa. Qoyuram yerinə. 3 dənə sinus, sinusun yerinə qoyuram. Sinusdur. Sinusun əvəzinə nə yazacağım? Bir dənə buranın. 3 vurulsun. Sinus əvəzinə yazıram. -5 kosinus alfa. Üstə gəlinsin 6 dənə kosinus alfa.
Yenə kosinus alfa ilə işim yoxdur. 2 yerində qaldı. Sinus alfanı yenə yazıram. -5 kosinus alfanı yazdım. Bərabərdir. Bərabərdir. 3-ü -5-ə vuranda -15 dənə kosinus alfa üstə gəlinsin 6 dənə kosinus alfa. Kosinus alfa üstə gəlinsin -2-ni -5-ə vurdum 10 dənə kosinus alfa. Bərabərdir. Uşaqlar, -15 dənə 6 dənə. Biri mənfi, biri müsbət, əlbəttə çıxacaq. -9 dənə kosinus alfa yuxarıda, bir dənəsi burada, onu burada, 11 dənə də kosinus alfa burada. İxtisarlar, cavab neçə oldu? Cavab oldu -11-də 9. Aydındırmı? Sonra bu da getdi. Gəldi 20-ci suala. Ay müəllim, bu nədir? Çıxmadı. Hər ikisinin qarşısında mənfi var? Bəli, bilirəm var. Olarmı hər ikisinin qarşısında mənfini qoyun möhtərsən xaricinə? Hər ikisinin qarşısında mənfini çölə qoyanda gördüm ki, məşhur eynilik kraliça alındı. 3-dən 1 çıxdıq. Cavabımız 2. Gəldim 21-ci suala. Kotangens, sualda sinus kosinus əlbəttə açılmalıdır. Kotangensin əvəzinə kosinus alfa bölünsün sinus alfa yazıram. Cavab -1-dirsə çarpaz vuranda, yəni harda kosinus alfa görsəm, yerinə nə yazacam bala? -sinus alfa yazacam. Yazırıq. Kosinus alfanın yerinə yazıram. -sinus alfanın kubu çıxılsın sinus kubu alfa. Bilirsiniz də uşaqlar, bu yazılışla bu yazılışın heç bir fərqi yoxdur. Kubu burada yazdım, burada yazsın. Fərqi yoxdur bizim üçün. Sinusun kubu alfa ilə işim yoxdur. Buradakı kvadratla işim yoxdur. Ancaq kosinusda dəyişiklik edirəm deyə kosinusun əvəzinə yazdım -sinus alfa. Görək nə alındı uşaqlar. Bilirsiniz də mənfinin üzərində tək dərəcədən qüvvət olanda mənfi qalır. Bunu etmişdim. Mənfi sinusun kubu alfa çıxılsın sinusun kubu alfa. Yuxarıdan aşağıda nə var? Sinusun kubu alfa. Uşaqlar baxın, bu mənfi, bu mənfidir. Buranda bir-birinə müsbətləşdi. 2 dənə, bax, sinusun kvadratı buradaydı, bir dənə də burada. Nə verdi mənə? Əlbəttə oldu bu da kub. Məxrəz nə oldu? Bir dənə kub, 2 dənə kub. Toplandı oldu 3 dənə kub. Yuxarıda nə oldu? Mənfi. Hər ikisi mənfidir. 2 dənə mənfi toplandı, oldu 2 dənə. Bunlar da ixtisar getdi. Cavabımız oldu neçə? -3-də 2. 21 də belə getdi. 21-dən də sağollaşdıq. Gəldi 22-yə. 22-yə baxın. Yuxarı nəsə deyir. Nə deyir? Deyir ki, mən sinusun kvadratı alfaya. Aşağıda sinus alfa vurulsun, kosinus alfa deyilə. Yuxarıdakı kvadratla sinusun biri ixtisar gedərmi? Getdi. Sürətdə sinus alfa, məxrəzdə kosinus alfa, sinusun da kosinusa bölünməsi nə verəcək mənə? Tangens alfanı verdi. Bu da bizim 22-miz. 22 ilə də sağollaşdıq. 22 ilə də sağollaşdıq. Keçirik 23-ə. 23 nə deyir görək? 23 də eynisindəndir. Sadəcə sinus alfa ilə kosinus alfa ilə işimiz yoxdur. Yerində qalır. 1 çıxılsın sinusun kvadratı alfanın əvəzinə yazıram kosinusun kvadratı alfa. Biri ixtisar gedir, biri qalır. Sürətdə sinus alfa, məxrəzdə kosinus alfa. Bu da mənə nə verir? Tangensi verdi. Bu da 23-də getdi. Gəldi 24-cü suala. Ay müəllim, bunu nə yazım bəs? Burada nə qeyddən istifadə eləyək? Nə görürəm? Sinusun kvadratı alfa görürəm. Həmişə 1 çıxılsın falan görərdim. 1 çıx kosinus kvadratı alfa görərdim. İndi sinusun kvadratı alfa görürəmsə, yeri gələcəksə bunun əvəzinə bu formanı yazacaqsan. Necə ki bunu görəndə bunu yazırsansa, bunu görəndə də bunu yaza bilərsən. İndi mənə deyərsən ki, müəllim yazdım ya, nə olsun deyə bilərsən. Olacaq. İndi uşaqlar, bilirsiniz də universal bir ədəddir. Ürəyim istəyər üstünə kvadrat yazaram, istəyirəm kub yazaram. Kvadrat yazdım. Kvadrat yazan kimi görürəm ki, bu müxtəsər vurma düsturudur. 1 çıx kosinus alfa və 1 üstə gəlinsin kosinus alfa. Aşağıda da 1 üstə gəlinsin kosinus alfamız var. Üstə gəlinsin kosinus alfa da buradadır. 1 üstə gəl kosinus alfalarımız getdi. 1 çıx kosinus alfa, üstə gəl kosinus alfa. Bunlar da getdiyinə görə bu misalda cavabı nəyə bərabər oldu? 1-ə bərabər oldu. Məncə çətin deyildi. 24 də belə getdi. 25 də eynisindəndir. Eyni. Nə qayıracağıq? Kosinusun kvadratının yerinə 1 çıxılsın sinusun kvadrat alfa yazaram mı, yazmaram mı? Yazaram. 1 üstə gəlinsin sinus alfa, üstə gəl sinus alfa. Bundan sonra
bayaq dediyimiz kimi 1-in üzərinə kvadrat qoyandıq. Oldu 1 çıx sinus alfa. 1 üstə gəlinsin sinus alfa. Müxtəsər format üstürdə fərqləri və cəmləri. Burada da 1 üstə gəl sinus alfa. Üstə gəl sinus alfa. Bunlar ixtisar getdi. 1 çıx sinus alfa. Üstə gəlinsin bu sinus alfa. Onlar da getdiyinə görə cavabımız neçə oldu? Cavabımız oldu 1. 25 getdi. 26 sinus, tangens, sinus, kotangens. 26-cı sualdayıq şey. Baxın bir dənə sual düz keçmirəm. Bəli. Deməli, sinus x yerində tangensin əvəzinə qeyd 1-ə görə sinus x bölünsün kosinus x yazım mı? Yazdım. Bu sinus x yerində kotangensin əvəzinə nə yazacağıq? Kosinus x bölünsün sinus x yazdıq. Biz niyə ixtisar getmədi? Sinusun kvadratı x bölünsün kosinus x. Burada mı ixtisar getdi? Üstə gəlinsin kosinus x. İxtisar getmədi, getmədi də. Neyniyək? Başqa çarəmiz yoxdur. Yolumuza davam edirik. Ortaq məxrəc eləyirəm. Bizdə bu məxrəci 1-dir. Ortaq məxrəc eləyirəm kosinus x. Bunun heç nəyə ehtiyacı yoxdur. Kosinus x-i kosinus x-a vururam kosinusun kvadratı x. Sürətdə alındı 1, məxrəcdə alındı kosinus x. Görə belə bir cavab varmı? Öyrəşmişik 1-dən, 0-dan, nə bilim, mənfi 1-dən alınmağa. 26-da bəli var. Cavabımız oldu 1 bölünsün kosinus x. 27-ci suala baxıram. 27-ci sualda eyni hadisə təkrar olur. Tangensin əvəzinə sinus x bölünsün kosinus x. Kosinus x üstə gəlinsin. Üstə gəlinsin. Görmürsünüz. Kosinus x vurulsun kotangensin əvəzinə yazıram. Kosinus x. Kosinus x bölünsün sinus x. Yenə fikir versiniz, biri ixtisar getdi. Biri ixtisar getdi. Amma digəri ixtisar getmədi. Mən məcbusu kosinusa vurdum. Kosinusun kvadratı x bölünsün sinus x. Ondan sonra nə? Ortaq məxrəc. Sinus x. Sinus x-i sinus x-a vuracam. Olacaq kvadratı. Burada da kvadratı. Eynilik kraliça. Sürət 1. Məxrəc də sinus x. 27-də getdim. 27-dən sonra gəldim 28-ci suala. Kotangensi verib sinusu istəyir. Qeyd 3 gəldi uşaqlar. Qeyd 3 gəldi. Qeyd 3-ümüz nədir? Bir sizdə 4 dənə trigonometrik funksiyamız var. Trigonometrik funksiyalardan biri veriləndə və səndən digərlərini istəyəndə, məsələn, kotangens verib sinus istəyir, tangens istəyir, nə bilim, kosinus istəyir. Birin verib digərini istəyəndə gedəcəksiniz həmişə üçbucaq qaydasından istifadəyə. Yaxşı. Ay müəllim, üçbucaq qaydasından istifadəyə necə ki? Gedirsən bir dənə düzbucaqlı üçbucaq çəkirsən. Mən həmişə buradakı bucağa da alfa deyirəm. İndi bu alfa yox, bu x deyib deyə. X də alfadır. Buradan 28-ə baxım. X deyil, bu alfadır. Buradakı bucağımız olsun alfa. Uşaqlar, kotangens nə idi? Mahiyyət olaraq kotangens nə idi? Kotangens bitişik katetin qarşı katete nisbəti deməkdir. Deyərsən, ay müəllim, axı 2-də nisbət yoxdur. Amma bilirsiniz də bütün ədədləri mən nisbət kimi göstərə bilərəm. 2-ni 2/1 yazamaram, yazaram. Deməli, 2 məndə bitişik hissəni göstərir, 1 məndə haranı göstərir? Qarşı hissəni göstərir. Bura yazıram 2-ni, bura yazıram 1. Uşaqlar, əslinə qalanda, yəni mən bura 2K, 1K yazmalıyam. İndi bu tipli suallarda K yazmasaq da olar. Yaxşı, biraz elə bir əslindən kənara çıxırıq da. Bura yazdım 2, bura yazdım 1. Pifagor teoreminə görə hipotenuzun qiymətini də tapdım ki, hipotenuzun da qiyməti nəyə bərabərdir? 5-ə bərabərdir. Bəs yaxşı, sinus nə deməkdir? Sinusun da bilirsiniz ki, qarşıdakı alfanın qarşısındakının hipotenuza nisbəti deməkdir. 1 bölünsün kökün altında 5. Bunu yazdım. İndi deyəcəksən ki, ay müəllim, bəs bunun qarşısında mənfi var idi. O mənfini niyə nəzərə almadın? O mənfini rübdə nəzərə alacam, narahat olmayın. Uşaqlar, 3pi bölünsün 2 ilə 2pi. Bu neçənci rübdür? 4-cü rübdür da, düzdür. 4-cü rübdə də əlbəttə kotangens mənfi olacaq da. Bəs yaxşı, 4-cü rübdə sinus necə olmalıdır? O da mənfi. Aldığımız cavabın qarşısına bir dənə mənfi qoyacağıq. Deməli, bir də təzdən təkrar edirəm. 29-cu sualda bunu ilə bağlıdır. Deyilmiş. Özür istəyirəm. Uşaqlar, davam edirəm. Deməli, nə dedim? Dedim ki, qeyd 3-ümüz bunu ilə bağlı oldu ki, əgər bir trigonometrik funksiya verilib, digər trigonometrik funksiya istəsə, istifadə edəcəksən üçbucaq qaydasından.
İndi narahat olmayın. İrəlidə buna aid suallar olacaq. Bir də təzəmun təkrar danışmış olacağım. Qeyd üçümüzü də yazmış olduq. Qeyd üçümüzü də yazdığımıza görə getdik 29-a. Ay müəllim, 29-u necə yazım? 1 çıxılsın kosinüsün kvadrat alfanın qiymətini. Da 29 dənə sual danışmışam. Yəqin bildin də. Oldu sinüsün kvadratı alfa. Tangensin kvadratının yerinə sinus olan yerdə açılmalıdır. Başqa çarəsi yoxdur. Tangensin kvadratı alfanın yerinə yazacağım. Sinusun kvadratı alfa bölünsün kosinüsün kvadratı alfa. Üstə gəlinsin 1. 1 çıxılsın tangens kvadratı alfanın yerinə yox, düstur yaza bilmirəm. Bunu da onda açıram. Tangensin əvəzinə yazıram. Sinusun kvadratı alfa bölünsün kosinüsün kvadratı alfa yazdım. Bərabərdir. Ay, başqa bir yolla yazmaq olar. Gəlin silək. Daha qəşəng bir yol ağlıma gəldi. Daha qəşəng bir yol nədir? Uşaqlar, düsturu açmayacağım. Bir də buna baxın. Bunun əvəzinə sinusun kvadratı alfanı yazdım. Bunu tangens olaraq saxlayıram. Görün nə edəcəm. Bu çıx tangensi yazıram bunun yanında. Biri atıram bu tərəfə. Deyirsən, ay mənim niyə belə yazdım? Tangens kvadratı alfa bu ifadədə də var, bu ifadədə də var, düzdür? Olar o tangens kvadratı alfanı çıxardım mötərizənin xaricinə. Mötərizənin xaricinə çıxardığında nə olacaq? Sinus kvadratı alfa bunun yerinə nə qalacaq? Heç nə, 1. İndi görün nə aldıq. Uşaqlar, biz bayaqdan 1 çıx sinus kvadratı alfanın qiymətini bilirdik. Amma indi mənə sinus kvadratı alfa çıx 1 versin. Eybi yoxdur. Sən 1 çıx sinus kvadratı alfanın qiymətini deyirsən ki, ay müəllim, 1 çıx sinus kvadratı alfanın qiyməti kosinus kvadratı alfadır. Sadəcə yerləri dəyişik olduğuna görə qarşıya nə qayıracaqsan, bir dənə mənfi atacaqsan. Atdıq. Mənfi, indi tangens açıram. Elə bir başlanğıcda yox, sonradan açıram. Sinusun kvadratı alfa, kosinüsün kvadratı alfa, vurulsun kosinüsün kvadratı alfa, üstə gəlinsin 1. Bunlarla da sağollaşandan sonra əlimizdə qaldı mənfi sinusun, görünürmü? Mənfi sinusun kvadratı alfa, üstə gəl 1. Müəllim, mən belə bir düstur bilmirəm. Bilirsən. 1-i əvvəldə yazaram, çıx sinus kvadratı alfanı sonra yazaram. Bax, neynədim? Sadəcə yer dəyişmişəm. Bax, işarə falan dəyişdik eləmirəm, yerini dəyişirəm. Yerini dəyişdim. Ona görə də cavabımız nə oldu? Oldu. Kosinüsün kvadratı alfa oldu. 29-cu sualımıza getdim. Uşaqlar, bu videonu 40-a qədər çəkəcəm. Yerdə qalan 38 dənə də inşallah növbəti videoda çəkəcəm. 30-cu suala baxıram, görüm 30-cu sual nədir? 30-cu sual, görüm elə budurmu? Budur. 30-cu sual, ay müəllim, neyniyim, nə qayrım? Mən sizə başlanğıcda dedim axı, müxtəsər vurma düsturlarını bilmirsənsə, trigonometriyanı qoy kənara, ilk öncə müxtəsər vurma düsturlarını öyrən. Bura müxtəsər tətbiq eləyəcəm. Müxtəsərə görə, kublar fərqinə görə bir dəfə hələ özünü yazıram, ondan sonra birincinin kvadratını yazıram, ikincinin kvadratını yazıram, mən həmişə kvadratları yan-yana yazıram. Bir də onların hasilini yazıram. Bilirsiniz də, bunun yanında natamamdır. Dayı hasilin iki mislini yazmırıq. Düsturu yazım, bilmirsinizsə. Baxın, A kubu çıxılsın B kubunun düsturu belədir. A çıx B, A kvadratı, üstə gəl B kvadratı. Elə bir, burada yazılanın natamam kvadratı. Burada düşdünüz. Bir də ki, burada çıxmazsa üstə gəlmə olacaq. Aşağıda da bir üstə gəlinsin, sinus alfa, vurulsun kosinus alfa. Uşaqlar, mən istəyirəm ki, bu ifadəni eşicini ixtisar aparım. Deyərsən ki, müəllim, niyə ixtisar aparırsan ki? Çünki eynidir. Axı, bunlar ikisi birləşib bir vermirlər. Bu da sinus alfa ilə kosinus alfa. Eşicini ixtisar, son cavab bizdə olacaq. Kosinus alfa çıxılsın sinus alfa. Düzmü dedim? Məncə düz dedim. 31-ci suala biraz daha diqqətli olmalıyıq. Deyərsən ki, müəllim, niyə diqqətli olmalıyıq? İndi həmin niyə diqqətli olmalıyıq, onu sizə deyəcəm. Çünki 3 dənəli ifadədir. Yaxşı, müxtəsər alınır, amma 3 dənəli müxtəsər alınacaq. Gəlin baxaq. Bu kosinus alfanın işim yoxdur. Tangensin əvəzinə sinus alfa böl kosinus alfa yaza bilərik də yəqin ki. Burada da eyni qaydada sinus alfa bölünsün. Görsənirmi? Kosinus alfa yazdım. Mötərizənin içində nə qayıracam? Əlbəttə ki, ortaq məxrəc eləyirəm kosinus alfa. Bunun tamamlayıcısı məxrəcə vururam kosinus alfa. Üstə gəlinsə buna ehtiyac yoxdur. Uşaqlar, bunun da məxrəcləri eynidir deyil, ehtiyac yoxdur. Üstə gəl sinus alfa. Burada da yenə ortaq məxrəc kosinus alfa. Biri kosinus alfaya vuracam. Çıx 1, burada üstə gəl sinus alfa. Bura qədər yəqin aydındır da, problem olmaz inşallah ki.
Kosinus alfaların ixtisar getdi. Məxrəzdə nə qaldı? Kosinus alfa. Sürətdə nə qaldı? Sürətdə 3 dənəli ifadə var. Fikir verirsiniz. Əvvəlcə olduğu kimi yazacağım, sonra səliqəyə salacağım. İstəmirəm indidən səliqəyə salıb sizi deyəsiniz ki, ay müəllim, o necə oldu? Birinci ifadəni yazdım, bir də ikinci ifadəni də yazdım. Uşaqlar, mən necə səliqəyə salmaq istəyirəm? Həmişə bu çıx birlər var ha. Bu çıx birləri olan çıx bir ifadələri, onları atın arxa hissəyə. Baxın, kosinus alfa, üstə gəlsin sinus alfa, üstə gəl 1. Bunu da yazıram, kosinus alfa, üstə gəlinsin sinus alfa, çıxılsın 1. Bu formada yazıram. İndi gəlin izahımı verim, sonra qayıdım bu suala. Deməli, biz öyrəşmişik ki, müxtəsər ordusunda belə olsun da A çıxılsın B, A üstə gəlsin B. O dəqiqə deyəsən ki, ay müəllim, düzdür bu. Amma həmişə belə olmayacaq. Bir də gördüm belə olacaq. A üstə gəlinsin B üstə gəl C, A üstə gəlsin B çıxılsın C. Müəllim, buna da müxtəsər varmı? Bəli, var. Sən onda bu ifadə var, bu A-la B cəmini ikisinə. Bu iki ifadəyə bir ifadə kimi görəcəksən. Yəni, sənin nəzərində bu iki dənə deyil artıq, bir dənədir. Ona görə düstur tətbiq edəndə belə tətbiq edəcəksən. Bu iki dənənin kvadratı çıx C-nin kvadratı. Aydındır. İnşallah ki, aydın olar. İndi burada da bu iki dənə var ha bir yerdə. Bu iki dənə. Artıq bu iki dənə deyil, o bir dənədir. Onun əvəzinə yazacağım. Kosinus alfa üstə gəlinsin sinus alfanın kvadratı, çıxılsın 1-in kvadratı. Aşağıda da kosinus alfa səni gözləyir. Bərabərdir. Bura müxtəsər tətbiq edirik. Birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı, üstə gəlinsin 2 dənə sinus alfa, kosinus alfa. Nə pis yerdə elədik. Bir də çıxılsın 1. Biraz balaca yer qaldı. Aşağıda da kosinus alfa. Uşaqlar, kraliçamıza baxın. Kraliçamızın cavabı nədir? 1. Bu da çıx 1 deyilmi? Bunlar ixtisar getdi mi? Getdi. Sürətdə qaldı 2 dənə sinus alfa, kosinus alfa. Aşağıda da kosinus alfa. Kosinus alfalar da ixtisar gedəndən sonra cavab oldu 2 dənə sinus alfa. Razısınız mənlə? Əgər anlamadınızsa, videonu alırsınız əvvələ, təzdən bu 31-ə baxırsınız. Bu 31-i sizə əmanət edirəm. Mütləq yaxşı-yaxşı baxın, mənasını anlayın. 32-ci sual. 32-ci sual. Yenə də 32-ci sual. Yenə müxtəsər. Burada yerləşərmi görürsəm? Yerləşməsə, gəl buradan təzə bir çəkim. Deməli, birinci yazıram. Adi formada sinus alfa çıxılsın kosinus alfa. Yanına nəyə yazmalıyam? Natamam kvadratın. Bax, bunun natamam kvadratı. Nətər olur o natamam kvadrat? Birincinin kvadratı, ikincinin kvadratı və sadəcə hasili. İki misil yoxdur. Aşağıda da sinus alfa çıxılsın kosinus alfa. Uşaqlar, bunu möhtərzədə yazıram ki, yəni siz başa düşəsiniz ki, bu möhtərzə ilə bu möhtərzə getdi. Sonra bu ikisi bir yerdə eynilik, bir, buyurun. Yəni, bu formada, yəqin cavab bu formada olar. Çünki mən başqa da sadələşdirmə eləyə bilmirəm. 32-ci suala baxıram. 32-ci sualın uşaqlar. Mən arxasını yazmamışammış. Deməli, 32-ci sualda, indi bəlkə də siz özünüzdə baxdınız, gördünüz artıq. Mən yazanda mənə deyirsiniz oradan ki, ay müəllim səhv yazmışsınız. Bu ifadədən sonra bir də çıxılsın. Sinus alfa vurulsun, kosinus alfa ifadəsi var imiş. Yəni, mən bunu almamışam cavabı. Bir də bunun yanında sinus alfa ilə kosinus alfanın qiyməti var. Yəni, cəmlərlə bu da getdi. Sonuc 1. 32 ilə də sağollaşdıraq. Gəldik 33-cü suala. 33-cü sualda deməli, bu möhtərzəni bu möhtərzəyə vurmaq lazımdır. Nədir? Müxtəsər. Uşaqlar, sıfırdan dövrdə 3-ün qiymətini sadələşdirəndə neçə verir? 3də 1. Müxtəsərə görə verməlidir mənə 3də 1-in kvadratı. Çıxılsın sinusun kvadratı alfa. Aradakı işarə üstə gəlmə. Yenə də bu mənə verir müxtəsər. 2 kök 2 bölüçün kvadratı. İnşallah ki, bilirsiniz də, yəni hesabını. Bu ifadəni kvadratda qaldırmaq lazımdır. 2 kök 2 bölüçün kvadratı. Bərabərdir. Necə qalxır kvadrata? Bax, 3-ün kvadratı olur 9. 2-nin kvadratı olur 4. Kök 2-nin kvadratı olur 2 da. Onun da cavabı neçə eləyir? 9-da 8. Deməli, bunun cavabı neçə oldu? Yəni, bunların ikisini bir-birinə vuranda müxtəsərdən 9-da 8 çıxılsın. Kosinusun kvadratı alfa. Uşaqlar, 9-da 1, 9-da 8. İkisi bir yerə yığıldı, oldu 1. Müəllim, bu da mənfidir, bu da mənfidir. Bayaqdan bir neçə dəfə sizə demişəm ki, mənfi oldu. İkisi də mənfi oldusa, biri mənfi oldusa, biri müsbət oldusa, yox, ona heç nə eləyə bilmirəm. Eləyəcək, amma irəlidə hələ tezdir bizim üçün.
Bunun əvəzinə 1 yazdıq və cavabımız neçə oldu? Cavabımız oldu 0. Gördünüzmü? Əla. Ondan sonra 33-dən sonra gəldim 34-cü suala. 34-cü suala diqqətlə baxaq görək 34-cü sualı necə yazmaq olar. Ümumiyyətlə uşaqlar, bu sinus 6-cı dərəcə alfa üstə qədər kosinus 6-cı dərəcə var. 6-cı dərəcələr var ha bundan sonra. Necə yazacaqsınız? Gəlin burada eləyək. Baxın, sinus 6-cı dərəcənin alfa üstə gəlinsən kosinus 6-cı dərəcənin alfa. Buna baxmıram. Bu mənim maraqlı deyil. Buna baxacağım. Yaxşı. Bundan sonra siz bunu kvadratın kubu kimi görəcəksiniz. Bunu da kvadratın kubu kimi. Yaxşı. Elə bil bu sizin üçün A-dır, bu sizin üçün B-dir. Düstur necə idi? Bax, düstur belə idi da. A-la B-nin cəmi. Burada da olmalıdır birincinin kvadratı. İkincinin kvadratı, bir de olmalıdır onların natamam kvadratlar olduğuna göre hasilləri sadəcə. İndi burada AB bizim üçün nədir? Yerinə nə? A-nın əvəzinə sinus kvadrat alfa yazacağım, B-nin əvəzinə kosinus kvadrat alfa yazacağım. Bir dənə də bir şey burada biraz sadələşməliyim. A üstə gəlsin B. Uşaqlar, bu A kvadrat üstə gəl B kvadrat var ha. Bunun əvəzinə də A üstə gəlinsin B-nin kvadratı çıxılsın 2AB yazarıq əlavələrə görə də. A üstə gəl B, misalımız düşdü. A üstə gəlinsin B-nin kvadratı çıxılsın 3AB. Neysə deyəcək, AB yox, mənə A-nın əvəzində sinus kvadratı, B-nin əvəzində kosinus kvadratı lazımdır. Yazıram yerinə. Sinusun kvadrat alfa üstə gəlinsin kosinusun kvadrat alfa. Bir də burada oldu sinusun kvadrat alfa üstə gəlinsin kosinusun kvadrat alfa. Bunları yazdım, üzərinə kvadrat. Çıxılsın 3 dənə həmin onların kvadratı. Yazdım. Bərabərdir. Mənə nə verir? 1. 1'i vururam böyük bir mötərizəyə. Bu mənə nə verir? 1 çıx 3 dənə sinusun kvadratı alfa. Bu da olacaq. Yəni 1 çıx 3. Oy, kosinüsü qaldı. 1 çıxılsın 3 dənə sinusun kvadratı alfa vurulsun kosinusun kvadratı alfa. İstəsəz, əgər birinci qrupa getmirsinizsə, sizə ispat lazım deyilsə, istəsəz bunu da, mən elə bir göstərdim də sizə, prosesin isbatını göstərdim. İstəsəz, qeyd hissəsinə yazarsınız ki, qeyd 4-ə. Müəllim, mən bundan sonra sinus 6-cı dərəcədən alfa ilə kosinus 6-cı dərəcədən alfanı görsəm, yerinə 1 çıxılsın 3 dənə sinus kvadratı alfa vurulsun kosinusun kvadratı alfa yazmaq istəyirəm. İstəsəz yazarsınız. İstəmirsiniz, məni kimi çıxartmalısınız. Yaxşı. İndi deməli, bu ifadənin cavabına baxın. Bu ifadənin cavabı nə oldu? Bu ifadənin cavabı 1 çıxılsın 3 dənə bu. İndi həmin ifadənin üzərinə bunu da gələndə, bunu gələndə bunlar əlbəttə ki, ixtisar gedəcək. Son cavab olacaq 1. İstəyirsiniz biraz bunu belə uzaqlaşdırın. Skrin eləyin, özünüzə götürün, təzən təkrar baxın. İndi yəqin mənə sual verirsiniz ki, ay müəllim, müxtəsər vurma düsturlarından hansılar lazımdır bizə? Əlbəttə ki, o 7 dənə əsas. O 7 dənə əsası mütləq bilməlisiniz, düzdür? O 7 əsasdan başqa da, yəni ən çox... 7 dənə əsas. 7 dənə əsasdan sonra, bir də 2 dənəsini yazıram bura. Bunları da mütləq bilməlisiniz, yaxşı. Nədir olar? A üstə gəlinsin B-nin mötərizə kvadratı çıxılsın 2AB. Bir də A çıx B-nin kvadratı üstə gəlsin 2AB. Oldu. Bəs yaxşı, müəllim, nə vaxt bunu istifadə edəcəm? Nə vaxt bunu misal tipinə baxacaqsan? Onu mən sənə deyə bilmərəm. Yaxşı. Videomuz çox uzun olur. Keçirəm tez 35-ə. Görək 35-ci sualda nə deyir? 35-ci sualda deyir ki, sinus 4-cü dərəcədən alfa, nəsə kotangesi var, açmalıyım da, başqa nə ayıracağım ki. Sinus 4-cü dərəcədən alfa, üstə gəlinsin 2 dənə sinus 4-cü dərəcədən alfa, kotangensin əvəzinə kosinus böl sinus yazıram, üstünə kvadratlarımı yazıram. Səbəbi bilirsiniz. İxtisar 2 dənə ilə 4 dənə ixtisar getdi. Sinus 4-cü dərəcədən alfa, 2 dənə sinusun kvadratı alfa. 4 dənədən ikisi gedib, ikisi qalıb axı. Kosinusun kvadratı alfa və kosinus 4-cü dərəcədən alfa. Bərabərdir. Bilmirəm, baxanda bunun nə olduğunu görürsünüz ya görmürsünüz. Bu müxtəsər vurma düsturudur. Sinusun kvadratı alfa ilə kosinusun kvadratı alfanın mötərizə kvadratıdır. Deyərsən, müəllim, niyə? Niyə? Bax, bunun kvadratı burada. Bunun kvadratı burada. Hasilinin ikimisi də burada.
Yəni bu ifadənin cavabı bala nəyə bərabərdir? 1-ə bərabərdir. 35-ci sualımızın da cavabı bu oldu. Gəldik 36-ya. 36 eynisindəndir. Yenə də 2 dənə kosinus 4-cü dərəcə alfa ilə işim yoxdur. Qalsın. Tangensin əvəzinə yazıram. Sinus alfa böl kosinus alfa yazsam da kvadratlar kub olsa kub qoyaram. Kvadrat da kvadrat qoyuram. Yaxşı. Sinus 4-cü dərəcə alfa ilə kosinus 4-cü dərəcə alfa da yerindədir. 4 dənə ilə 2 dənəsi getdi. 4 dənədən ikisi gedib deyə yerində ikisini saxladıq. Sinus 4-cü dərəcədən alfa, kosinus 4-cü dərəcədən alfa. Bu da yenə, uşaqlar, bu da yenə sinusun kvadratı alfa ilə kosinusun kvadratı alfanın cəminin kvadratıdır. Birincinin kvadratı, sadəcə yerlər dəyişik ola bilər, yaxşı mı? Baxın, birincinin kvadratı burada. İkincinin kvadratı burada. Hasilin 2 misli də burada. Yenə də bunun cavabı nəyə bərabərdir? 1-ə bərabərdir. 36 da qutardım. Gəldik 37-ci suala. 37-ci sualda tangensi verib belə bir ifadəni istəyir. Görəsən, tangensi verib sinus böl kosinusdan istifadə edə bilərəmmi deyirsinizsə, xeyr, istifadə edə bilməyəcəm. Çünki yanında sinus kosinusdan başqa 2, 4 falan da var. Yaxşı müəllim, neyniyim? Sən əlində tangens var, sinus və kosinus axtarırsan. Əlbəttə, nə edəcəksən? Qeydlərimizin say yadımdan çıxdı. O 5-ci qeyd idi, 4-cü qeyd idi. Belə bir qeyd yazdırmışdıq. Bir trigonometrik funksiya verəndə digərlərinə keçid eləməkdən ötürü üçbucaq qaydasından istifadə eləyəcəksən. Düzbucaqlı üçbucağımı çəkdim, bura bir dənə alfa qoydum. Bilirsiniz də bu 2/1 deməkdir. Tangens nəyin nəyə nisbəti deməkdir? Qarşının bitişiyə. Deməli 2 qarşının, 1 də bitişiyin cavabıdır. Hipotenuzumuz nəyə bərabərdir? Kökün altında 5. Uşaqlar, siz nəyə axtarırsınız? Sinusu. Sinus nə deməkdir? Qarşının hipotenuza. Yəni sinusun əvəzinə nə yazacaqsan? 2/kök5. Ay müəllim, sinus lazım deyil, mənə kvadratı lazımdır. Lap gözəl. Qaldır kvadrata. Deməli, nə yazacaqsan? 5-də 4 yazacaqsan. Ay müəllim, kosinusun əvəzinə nə yazım deyirsənsə, kosinus nədir? Bitişiyin hipotenuza. Yəni 1/kök5. Kosinusun kvadratı alfanın əvəzinə də yazıram. 1/5 yazsın. Bunun da cavabı oldu 5-də 1. Bərabərdir. 3 yerində. Sinusun kvadratı alfanın yerinə nə yazdım? 5-də 4. Üstə gəlsin 2. 4 qalır, 5 qalır. Kosinusun kvadratının alfanı yerinə yazdım 5-də 1. İxtisar, məxrəc hazır. Məxrəcə 5 yazıram. Sürətə nə yazıram? 5-i 3-ə vurdum. Vurmaydı da bu. Hə, vurmaydı. 5-i 3-ə niyə vuram? Elə bildim qarşı ədəddə. 3-ü 4-ə vurdum. 12. 12-ni 5-ə böləndə. 2 onda 4, üstə gəlsin 2. Yəni 4 onda 4 bölünsün 5. 4, görüm cavab necədir? 37-də. Kəsrləndir, kəsrə çevirmək lazımdır. Onda elə bir 44 bölünsün 50, biraz da ixtisar aparsaq 22 bölünsün 25 yazırıq. Bildiniz də yəqin ki, buradan keçidi buna. 22 bölünsün 25 bəli var. Sonra keçdik 38-ci suala. Yavaş-yavaş yoruluram. 38-ci suala. Görə 38-ci sual nədir? Hə, 38-ci sual yenə həmin qeydimizlə bağlıdır. Fikir verirsiniz. Demişdim ki, təzdən sizə izah edəcəm. Kotangens, amma nə istəyir bizdən? Sinus. Əlbəttə üçbucaq qaydası. Üçbucağı çəkirsiniz, həmişə alfanı qoyursunuz bura. Yaxşı. Kotangens nədir? Bitişiyin, bax onun bitişiyidir. Bu da qarşısı. Bitişiyinə 8 yazırsan, qarşıya 15. Ay müəllim, mənfisi qaldı, mənfiyə toxunmam. Sonra, hələ mənfi sonra. 8, 15, Pifagor ədədlərindən neçə eləyir? 17 eləyir də deyəsən. Amma dəqiqləşdirin, birdən səhv eləyərəm. 225, 64, 289. Deməli, uşaqlar, hipotenuzumuz da neçədir? 17. Sinus nə deməkdir? Sinus isə qarşının hipotenuzadır. Yəni 15-in 17-yə. Super, qiymət tapıldı. İşarə. Uşaqlar, neçənci rübdür? İkinci rüb. Fikir versiniz. İkinci rübdə əlbəttə kotangens mənfi olmalıdır. Bəs sinus müsbət. Heç bir işarəyə ehtiyacımız yoxdur. İfadədə 2-ni saxlayıram. 17/8-i saxlayıram. Sinusun əvəzinə aldığım cavabı, yəni 15/17-ni qoyuram. 17-lərlə sağollaşıram. 2-dən çıxacam 8-də 15-i. Yəni cavabımız neçədir? 8-də 1-dir. Oldu mu? 38-də getdi. Gəldim 39-cu suala. 39-cu sualda kotangens, buna bəs üçbucaq qaydası tətbiq edə bilərəmmi?
Eləyə bilərəm. Bəs yaxşı, birinci dediyim variantı eləyə bilərəmmi? Yəni kotangensin əvəzinə kosinus alfa bölünsün sinus alfa yaza bilərəm, onu da tətbiq eləyə bilərəm. Yaxşı, bax buna tətbiq eləyə bilərəm. Çünki burada başqa ədəd deyə bir ifadə yoxdur. Keçənci sual idi o 37 ilə. Baxın, burada ədədlər var. 2 var, 4 var. Buna ancaq etməliyəm üçbucaq qaydasına. Burada amma mən nə etməliyəm? Burada bunu tətbiq eləyə bilərəm. Kosinus alfanın əvəzinə 2 dənə sinus alfa yazacağım. Oldu mu? Aha. 3 dənə sinus alfa vurulsun. Kosinus alfanın əvəzinə 2 dənə sinus alfa yazdım. Üstə gəl, kosinusun əvəzinə 2 dənə sinus alfa yazdım. Sinusun kvadrat alfa çıxılsın 2 dənə. Kosinusun əvəzinə 2 dənə sinus alfanı yazıb kvadratda qaldırdım. Bərabərdir. 3'ü 2'ye vuranda 6 dənə sinusun kvadrat alfa. Üstə gəlinsin bu ifadənin kvadratda qaldığında 4 dənə sinusun kvadrat alfa. Sinusun kvadrat alfa yerində qalır. 2'nin kvadratı 4, 2'ye də vuranda 8. Sinusun kvadrat alfa. 10 dənə sinusun kvadrat alfa bölünsün 1 dənədən 8 dənə çıxanda 7 dənə sinusun kvadrat alfa. İxtisarımız getdi. Cavabımız elədir neçə? -7-də 10. 39-cu sualımız. Bəli, cavabımız var. Sonuncu sualdayıq. Uşaqlar, sonuncu sualı mən sizə 2 cür izah eləməyi planlamışdım. Amma video uzun olduğuna görə, plus da özüm də yorulduğuma görə deməli isbat hissəsini, niyə belə olduğunu saxlayıram sonraya. Amma sizə söz verirəm ki, deyəsən izah eləyəcəm. Ümumiyyətlə bu trigonometriyanın sizə bütün misallarını izah eləyəcəm. Amma mən necə deməli bir əzbərləmə formasını deyəcəm də sizə. Sinus x-la kosinus x-in hasilinin qiymətlər çoxluğu yadınızda olsun ki, əzbərləyirsiniz. 3-cü qruplar üçün də əsas. Qiymətlər çoxluğu uşaqlar -2-də 1-lə 2-də 1 olacaq. Yaxşı. Deməli sən əgər ifadənin qiymətlər çoxluğunu istəyirsənsə, nə edirsən? İfadənin yenə bir balacasını yazacaqsan. -2-də 1 çıx 2-də 1. Cavab oldu neçə? -1. Bir də böyüyün yazırsan. Cavab oldu 0. Deməli səndən istənilən ifadənin qiyməti bizdə qiymətlər çoxluğu y-ilə. Yəni soruşa bilər qiymətlər çoxluğunu tap. Soruşa bilər ki y-y tap. İkisi də eyni şeydir. Ən balacamız neçədir? -1. Digər qiymətimiz 0. Yəni qiymətlər çoxluğumuz oldu -1-lə 0 arasında. Yaxşı. Deməli əzbərləmə yolu da məncə elə də çətin deyil. Siz normalda bilirsiniz ki, sinus x-in qiymətlər çoxluğu -1, 1-dir. Kosinus x-in qiymətlər çoxluğu isə yenə -1, 1-dir. Mən həmişə uşaqlara deyirəm ki, sanki bunlar ikisi bir yerə düşdü hasil kimi. Normalda mən təklikdə otursam əldən test yazaram. Leyla da təklikdə otursa əldən test yazar. Biz bir yerə gələndə o qədər söhbət eləyirik ki, bir də baxırıq ki, cəmi 25-dən test yazmışıq. Yəni danışmaqdan imkanımız olmur test yazmağa. Bunlar da normalda qiymətlər çoxluğu -1, 1-dir, -1, 1-dir. Bir araya gələndə qiymətlər çoxluğumuz -2-də 1-dən 2-də 1-ə olur. Elə bir 2 dəfə azalır. Yaxşı, amma isbatı mən sizə göstərəcəm. Sağ olun, növbəti videoda görüşərik.